Sosial şəbəkələrdə yayılan bir video şou biznesi sözün əsl mənasında silkələdi. Hamının danışdığı, hər kəsin müzakirə etdiyi qalmaqallı görüntülər. Bu dəfə gündəmdə tanınmış müğənni Kərim Abbasov və rəqqasə Rəna Ağamuradova, yəni Renka var. Yataq görüntüləri, sərt ittihamlar və sensasiyalı açıqlamalar. Bu video doğrudanmı klip üçündür, yoxsa klanlı reklam? Bütün detalları indi xəbər bürosunda açıqlayırıq. Yataq görüntülerimin yayılması mənim üçün önəmli deyil. Kərim Abbasov və Renka qalmaqalı böyüyür. Müğənni Kərim Abbasov və rəqqasə Rəna Ağamuradovanın, yəni Renka, yataq görüntülərinin sosial şəbəkələrdə yayılması geniş rezonans doğurub. Qısa zamanda minlərlə paylaşım alan video ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub. SİA'nın məlumatına görə yayılan görüntülər şou-biznes aləmində növbəti qalmaqal kimi dəyərləndirilib. Mövzuya müzasibət bildirən prodüser, aparıcı Tarix Əliyev idarə etdiyi verilişdə diqqət çəkən fikirlər səsləndirib. 17 ildir bu aləmdəyəm. Vaxtilə Röyanın da Faiq Ağayevlə klip görüntülərini Kənan yaymışdı. Kərimlə Renkanın görüntüləri də açıq-aşkar klip təsiri bağışlayır. Əgər Kərim xəbərsiz olsaydı, bu məsələyə çox sərt reaksiya verərdi. Amma o, sosial şəbəkədə yazır ki, bu nədir? Bu isə onu göstərir ki, əgər özü yayıbsa, deməli reklama ehtiyacı var. Halbuki onun özünü isbat etməyə ehtiyacı yoxdur. Verilişə telefonla bağlanan Renka isə yataq görüntülərinə görə onu təhqir edənlərə sərt cavab verib. Biz istəmirdik bu məsələ bu qədər böyüsün. Həmin görüntülər klip üçün çəkilib. Çəkilişdən sonra mən tədbirə getmişdim. Açığı bu görüntülərin yayılması mənim üçün önəmli deyil. Paylaşılıbsa paylaşılıb. Sabah yaddan çıxacaq. Elə böyük bir şey də yoxdur. Üstəlik səsi də kəsiblər. Əsas odur ki, klip möhtəşəm olacaq. Qalmaqalın planlı PR, yoxsa həqiqətən sızma olduğu isə hələ də sual altındadır. Bəs sizcə, bu görüntülər doğrudanmı klip üçündür, yoxsa şou biznes üçün düşünülmüş reklam gedişi? Fikirlərinizi mütləq şərhlərdə yazın. Xəbər bürosu kanalına abunə olmağı, videonu bəyənməyi və bildirişləri açmağı unutmayın. Ən son və ən qalmaqallı xəbərlər üçün